İnşallah davamlı olsun. Göyçərimizin adına da həm də sevindik, sizin adınıza da sevindik. Deməli, o gün Zavas müəllimin apardığı təhlillərdən də gördük ki, yəni həqiqətən də bu olimpiyadalarla bağlı məsələlərdir. Yəni rayonumuzda demək olar ki, azdır olimpiyadadan keçən şahidlərin sayı. Keçən 2 nömrəli məktəbdə də bir uşaq fizika fənnindən olimpiyada edirdi. Yəni o da, yəni məsələ budur ki, uşaq dedi ki, mən əslində keçdim Eyvazov final mərhələsindədir. Mən praktikadan kəsildim, bir balla. Yəni onda da bu problem idi ki, fizika laboratoriyalarının işləh vəziyyətdə olmaması və eyni zamanda praktikanın daha az təşkili idi. Yəni ümumiyyətlə istənilən fəndə, istənilən sahədə, deməli bu kurikulumda da var, o Edgar piramidasında ki, nələr vasitəsilə qavramaq daha yaxşı olur. Məsələn, görmə vasitəsilə bu 50%-dir, əyani vəsaitlərlə necədir, kimsə digərini öyrədərkən daha çox bu uşaq qavrayır. Və mən də bunun tərəfdarıyım ki, məsələn, dərs dinləmələrdə olan zaman, hər zaman deyirəm ki, yəni uşaq burada bir əyani vasitələr olsun da. Yəni, quru dərsi keçməklə, uşaq bəlkə orada 20% nəsə öyrənib gedəcək. Amma ən azından bir elektron resurs, bir əyani vasitə, bir əl çatan şəkildə düzdür, bütün fizika laboratoriyasında avadanlıqlar yoxdur. Amma elə olur ki, məsələn, müəllim özü öz əməyə sahəsində, məsələn, Felixdir, filandır, çox sadə bir şeylər var ki, onları alıb gətirir, erir. O uşağın yadında ömürlük həkk olunur, qalır, görsə və yaxud da onu istəyir ekran vasitəsilə istəsə, istəyir müəllimin tətbiqi vasitəsində görürsə, bu daha yaxşı uşağın yadında qalır. Yəni, bunu elm də sübut edir ki, bu belədir yəni. Ona görə də, məsələn, təhlillər zamanında hamımız görürük ki, müavinlər, direktorlar ki, yəni, burada biz bir müəyyən olaraq qeyd edirik ki, praktik vasitələrdən istifadə oldu mu, əyani vasitələr oldu mu, resurslar oldu mu, yəni bunlar hamısı çox vacibdir.